Bir dənə bura baxın. Bax, molekulda tutaq ki, mən yazıram, hə? Bax, guanin 3 qat rabitə sitozinlə birləşir. Tutaq ki, sitozin 3 qat rabitə guaninlə. Adenin 2 qat rabitə ilə timinlə. Tutaq ki, timin 2 qat rabitə adeninlə, hə? Burada 3 qat rabitə nə qədərdir? 1, 2. 2-dən 3 qat rabitə var. Bu nəyin sayına bərabərdir? Ya sitozinlərin sayına bərabərdir, ya da guaninlərin sayına bərabərdir. Desə ki, 2 qat rabitənin sayı. Neçədən 2 qat rabitə görürsən burada? 1, 2. Lab uzadıram, bax. Fikir ver, tutaq ki, bax, belə deyirəm. 2 qat rabitənin sayı. 1, 2, 3 sənə 2 qat rabitə var. Burada nəyin sayına bərabər olacaq? Ya timinlərin sayına, ya da adeninlərin sayına. 3 qat rabitə ilə, 2 qat rabitə ilə, hidrogen rabitəsi ilə molekulda olan hidrogen rabitəsinin sayı 3 qat hidrogen 3 qat hidrogen rabitəsinin sayı eyni demək deyil. Aydındır? 3 qat rabitə deyəndə, bax, ya guanin, ya sitozin, 2 qat rabitə deyəndə ya adenin, ya timinlərin sayı deməkdir.